Ama xanım, bugün siz əməliyyata gedirsiniz. Kısaca da olsa istərdim ki, yəni xəstəlik haqqında məlumat verəsiniz. Siz dediniz ki, öncə mən soruşdum ki, uzun müddətdir bu xəstəlikdən əziyyət çəkirsiniz, amma heç bir müalicə almamışsınız. Nə vaxt bəs bu şikayətlər başladı sizə, boğulma əlamətləri? 2 il olur. 2 ildir var. Yəni 2 ildir necə olur ağrı, boğulma əlamətləri olur? Yəni kısaca Ən çox gecələr olur. Gecələr. Gecələr başım yastığa, başa qoyanda boğulma olur məndə. Bir də yuxusuzdur. Mən səhərə kimi yatmıram. Boğulmada hələ yuxum olmur. Yaxınlaşdırır mısınız? Böyük bir ölçüdə. Yata bilmirəm yuxuda. Həm də ki, bir də qırsalarım. Ağrılar da verir. Yəni xəstədə hər iki tərəfdə böyük ölçüdə, yəni udqunmam çətindir. Çətinlik olur. Udqunanda hiss edirsiniz nəsə bir şey olur, bir şey elə bir şey olur. Qalıb, aysa olur. Yatışım hissiyatı. Su içirəm, getmir. Bəli. Bir də ayaqlarımda uyuşma var. Əllərdə də olur, yoxsa ayaqda? Əllərimdə də var, ayaqlarımda da var. Xəstə bütün müayinələrdən keçib, ultrasəs müayinəsində hər iki payda 3 sm ölçüdə düyünlər qeyd olunur. Həmin düyünlərin ölçüsü böyük olduğundan xəstənin qeyd etdiyi əlamətlərə səbəb olur və biopsiya olunur. Biopsiyası folikulyar neoplaziyadır və indi əməliyyata götürülür. Əməliyyat neuromonitor səssizliğine icra olunacaq. Çünki düyünlərin uzi müayinəsində müəyyən etdik ki, yəni qayıdan qırtlaq sisteminin yaxın yerləşib, tam onun lokalizasiyasında yerləşib və işimizi daha etibarlı görmək üçün, daha təhlükəsiz etmək üçün neuromonitorda istifadə edilir. İnşallah yaxşı olar. Sağ olun. Gediyində əməliyyata qorxmusunuz ki? Xeyr. Hər şey yüksək səviyyədə olar. Çox sağ olun. Allah razı olsun. Əməliyyatdan sonra da bir müsaade verərsiniz. Çox sağ olun. Bir dənə bizə betadin ver. Çəkirsən də, elə? Tamam. Dünən biz pasiyentimizi əməliyyat etdik və pasiyent əməliyyatdan öncə də bizə bir müsahibə vermişdi və söz də vermişdi ki, əməliyyatdan sonra da qısaca da olsa əməliyyatdan barəsində məlumat verəcək ki, siz əməliyyatdan qorxmursunuz da, rahat bir şəkildə əməliyyata getdiniz. Xeyr, qorxmurdum. Köməyiniz olsun. Necə sizində? Çox yaxşıyım. Bugün əməliyyatdan bir gün sonra da, indi Çox yaxşıyım. yaxşı, təki yaxşı olun, Allah şəfa versin sizə də. Pasiyenti əməliyyatdan sonra sarısını dəyişir. Sarı burada drenaj boru qoyulur. Drenaj boru əməliyyat sahəsində olan mayını çəkmək üçün qoyulur. Çünki əməliyyat zamanı bir qafanları bəz böyük olduğundan onun yatağında bəzi hallarda olur ki, onu saxlayın. Dərin nəfəs alın, saxlayın. Yaxşı, mən deyən zaman tut. Drenaj çıxaralım. Drenaj bir gün sonra çıxarılır. Dərin nəfəs alın, saxlayın. Bitti. Bitti bunlarla. Rahatsınız indi? Rahat, çox sağ Və olun. burada striplərlə yapışanıb yara və biz əməliyyatdan bir gün sonra bəzi hallarda, yəni pasiyentin dərisini nəzərə alaraq bu qoyduğumuz profilen sapı çıxardırıq və indi isə bunu çıxardasıyıq. Bir dənə qayç verin. Əməliyyatdan bir gün sonra sap çıxarırıq. Yumuşaqsa biz buradan, bu propilen sap olduğu sürüşkən saplarıdır və bu şəkildə çıxarılır. Ağrı oldu? Xeyr. Və striplər qalır. Striplər 4 gün qalmalıdır. Yəni 4 gün müddətində strip qalır, yapışqan və 4 gündən sonra pasiyent normal duş qəbul edir. Duş qəbul etdikdən sonra buranı çəkin, bu ıslanır. Bu ıslandıqdan sonra bunu rahat bir şəkildə belirməsini çəkib çıxartmaq olur. Və sonra isə hər hansı bir sarğıya ehtiyac qalmır. Necə xidmət edirlər sizə burada? Yaxşı baxdılar? Yaxşı baxdılar, çox sağ olsunlar. Allah razı olsun. Burada bəzi insanlar olur da, əməliyyatdan qorxurlar və yaxud ki, bizə müraciət edirlər, sizin kimi. Nə demək istəyirəm? Qorxmağını deyəm? Mən bilsəydim, laf tez gələrdim. Yəni ki, belə rahat oldu. Rahat oldu, asan da oldu, bilmədim heç nə. Allah köməyiniz olsun. Allah hər şey eləməsin sizi. Çox sağ olun. Allah hamınızdan razı olsun. Amin. Çox sağ olun. Azərbaycanda yaxşı həkimlər də var, yaxşı tibb işlərimiz də var. Azərbaycanın həkimləri heç arada yoxdur burada. Çox sağ olun.